Kərbəlanın sonuncu şəhidi kimdir? Məşhur bu hamı bu cür deyənlərdə danışanlar. Yəni ümumi danışılanda İmam Hüseyin əleyhissalam da düzdür. İmam Hüseyin əleyhissalama qədər hamısı şəhid oldu, qurtardı. Sonuncu şəhid kimdir? İmam Hüseyin əleyhissalam. Tarixdir ki, Kərbəlanın sonuncu şəhidi İmam Hüseyin əleyhissalamdır. Bəsrədən bir dənə mömündür. Bəsrə şəhərindən, İraqın Bəsrə şəhərindən bir mömündür. Eşitmişdi ki, bu hadisə baş verir. Bəsrədən çıxmışdı ta Kərbəlaya gələnəcəm. Bir gəldi çatdı Kərbəlaya Aşuranın əsrində, gün ortasından sonra. Aşura günü gün ortadan sonra. Gəldi çatdı Kərbəlaya. Təsəvvür edirsiniz, artıq İmam Hüseyin əleyhissalam da şəhid olub. Bu diya, həyatının hansı anında əlvi atıb ətəkdən tutsun, sən xoşbəxtsin. Bir gəlib çatıb Aşura qutarıb, artıq başlar nizədədir. Bədənlər atların ayağı altında parça-parça olur. Gəldi, yaxınlaşdı bir nəfər, İmam Hüseynə köməyə gəlib bu. Bilmir elə nə baş verir. İmam Hüseynə köməyə gəlib bu. Bir gəldi, çatdı. Dedi ki, hanı İmam Hüseyin? Bir nəfərə yaxınlaşdı, Yezidin qoşunu. Dedi ki, ged işinlə məşğul ol. Yəni, o təsəvvür ediyorsun, Aşura yaranış aləminin ən faciəvi bir hadisəsidir. Orada bu boyda hadisələr baş verir, bir nəfər gəldi ki, hanı İmam Hüseyin? Heç belə əhəmiyyət vermədilər də buna. Dedi, ged işinlə məşğul ol. Dedi, nə danışırsan sən? Ged işinlə məşğul ol. Ay, hanı İmam? Deyir elə bu, deyir, ged işinlə məşğul ol. Yola verir bunu. Məlun. Deyir, birdən şivən qopdu. Səs qopdu. Ağlamaq səsi ucaldı səmaya. Buna dedi ki, ha bu nə səsdir? Dedi ki, başları vurdular nizəyə, İmam Hüseynin ailəsidir ki, fəqan eləyirlər, orada nalə çəkirlər. Deyir, dedi, imamı şəhid eləmişsiniz? Dedi, həm qılıncın çəkdi cumdu bunlara. Bir neçəsini vurdu, töküldülər bunun üstə, tikə-tikə doğradılar. Kərbəlanın sonuncu şəhid. İmam Hüseyin şəhid olub. İmam Hüseyin başı nizədədir. Gəldi, çatdırdı özünü, qoşuldu İmam Hüseyni getdi. Gec deyil, heç vaxt İmam Hüseynə qoşuldu. Gec deyil.